Salam əziz izləyicilər, belə bir üçbucaq sualının həllinə baxaq. Tərəflər 13, 15 verilib. AD bir kəsəndir üçbucaqda, DAC 90 dərəcədir. BD-nin DC-yə nisbəti də A3A şəklindədir. Soruşur ki, X parçasının uzunluğunu tapın. Deməli, bu 1/3 nisbətindədir. Nə edək? Bu AD parçasını D ucundan uzadaq. Sonra C nöqtəsindən AB-yə paralel bir xətt çəkək. Bu xəttlər gəlsin bir-birini kəssin bu şəkildə. Bu paralel olduğuna görə bu bucaqla bu bucaq eynidir, bununla da bu bucaq eynidir. Deməli, burada oxşarlıq var. Qum saatı oxşarlığı. Fikir verin, bu A3A-dır, 3A A-dan 3 dəfə böyükdür. Demək ki, bu üçbucağın tərəfləri, bu yuxarıdakı kiçik ABD üçbucağın tərəflərindən 3 dəfə böyükdür. Ona görə bura X olanda bu uzaqlığın bura bir DK deyək. Bu DK-ya da 3X yaza bilərik. Yəni X-dən 3 dəfə böyük 3X. 13-dən də 3 dəfə böyük KS olur. Burada 39 yazmaq olar. Şimdi fikir versəniz, bu AKS üçbucağına fikir verin. Bunun bir kateti 4X-dir, bir kateti 15-dir, hipotenuzu da 39-dur. Şimdi biz AK katetini tapmaq üçün AK bərabər Pifagor tədbiq edək. Kök altı 39-un kvadratından çıxaq 15-in kvadratına. İndi 39-un kvadratından 15-in kvadratını kvadratlar fərqi ilə çıxaq. 39-dan 15 çıxaq 24. 39-dan da 15-i toplayaq 54 olsun. Buradan da kök alsaq. Deməli, 24-ü 4 vur 6 şəklində yazaq. 54-ü 9 vur 6 şəkildə yazaq. 4 vur 9 36. Oradan 6 çıxdı. Bu 2-dən 6-dan da kənara 6 çıxdı. Tapdıq ki, deməli AK kateti 6 vur 6, yəni 36-dır. İndi AK katetdə x plus 4x, 3x-dir, yəni 4x-dir. 4x bərabərdir. Deməli 36 olduğuna görə x də bərabərdir 9 olmuş olacaq.